Pişiyin səfəri, unudulmuş küləklərin arzusu, uzaq kəndlərin dar daş küçələrində günəşin ilk şüaları ilə oyanan, hər küncdə min illərin xatirələrini daşıyan evlər arasında kiçik və sakit bir məhəllədə bəzən sehirli, bəzən qəmli bir həyat yaşanırdı. Bu kənddə hər kəsin ürəyində xüsusi bir yer tutan, sanki əbədi bir nağıl kimi danışılan bir pişik var idi. Onun adı Mırıldıq idi. Mırıldıq sadəcə adi pişik değildi. O, bütün kəndin gözündə azad ruhlu, ağıllı və səmimi bir varlıq kimi tanınırdı. Mırıldıq uşaqlıqdan bəri kəndin dar küçələrində sərbəst dolaşır, hər küncdə göz qırpır, qucaqlaşdıqları uşaqların əllərində oynayırdı. Onun yumşaq tükləri, parlaq gözləri və incə mırıldayışı hər kəsin qəlbində istilik və sevgi oyadırdı. Lakin bir gün Mırıldıq hər zamankindən fərqli bir hiss ilə oyandı. Sanki onun ruhunda heç vaxt eşidilməmiş bir çağırış var idi. O, öz içindəki səsi dinləyərək, kəşf edilməmiş dünyaların, unudulmuş xəzinələrin və sirlərlə dolu yeni macəraların həyəcanını hiss edirdi. Günəşin ilk şüaları pəncərədən içəri süzüləndə Mırıldıq dərhal evdən uzağa, kəndin kənarında yerləşən geniş tarlalara və meşələrə doğru qaçdı. O, bilirdi ki, bugün onun üçün yeni bir səyahət başlayacaq. Hər addımında sanki küləklərin pıçıltısı və çayın səsi ona irəlilə, sənin səsin sənə yol göstərəcək deyirdi. Beləcə Mırıldıq kəndin tanınan yollarından uzaqlaşaraq heç kimin addım basmadığı, unudulmuş, amma bəzən sehirli bir meşəyə doğru yol aldı. Meşənin içində hər ağacın, hər yarpağın öz danışdığı bir dil vardı. Külək sanki min illərin xatirələrini, keçmişin sevinc və kədər dolu hekayələrini pıçıldayırdı. Mırıldıq da bu səslərə qulaq asır, hər bir addımında öz içində yanan səsi daha dərindən eşidirdi. O, meşənin kənarında yerləşən köhnə bir bulağın sularında öz əksini görərkən, sanki o suda öz keçmişi və gələcəyi birləşirdi. Hər damla su ona sənin hər kədərin, hər itkin yeni bir başlanğıcın toxumudur deyirdi. Mırıldıq səyahətində meşənin dərinliyində başqa canlılarla da rastlaşdı. Bir gün o, böyük bir bayquşla göz-gözə gəldi. Bayquş, geniş qanadları ilə səmanı bəzəyən müdrik və səmimi baxışlarla Mırıldığı izləyirdi. Bayquş, yumşaq və dərindən səs tonu ilə belə dedi: "Ey sərbəst ruhlu pişik, sənin içindəki səs bu meşənin ən dərin sirridir. Hər kədərin, hər itkinin arxasında səni daha da gücləndirəcək bir hikmət gizlidir. Öz iç səsinə qulaq as və həyatın mənasını tapmaq üçün səyahətinə davam et." Bu sözlər Mırıldığın ruhunda böyük bir işıq yandırdı. O, bayquşun dediklərinə inandı və öz səyahətinə daha da qərarlı şəkildə davam etdi. Meşənin sərt yollarından, yıpranmış daşların arasından nəm torpağın qoxusunu hiss edərək keçərkən, o, unudulmuş nağılların, itirilmiş xatirələrin və gələcəyin ümid dolu arzularının izlərini tapırdı. Bir gün meşənin dərinliyində Mırıldıq çox gözəl bir məkanı kəşf etdi. Bu yer böyük bir ağacın kölgəsində yerləşən kiçik bir sığınacaq idi. Ağacın budaqları arasında asılmış, illərin tozunu üzərində daşıyan köhnə bir dəftər vardı. Mırıldıq diqqətlə bu dəftəri araşdırdı və onun səhifələrində yazılmış sətirləri oxumağa başladı. Sətirlərdə belə deyildi: "Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, hər kədərin arxasında doğan ümid dolu notları bildirir. Həyatın hər anı, sənin ruhunun, hər duyğunun bir nağılıdır. Onları yaşa, sevirək, itkiləri qucaqlayaraq yeni başlanğıclar yarat." Mırıldıq bu sözləri oxuyanda öz içində sanki bir şey dəyişdi. O, artıq yalnız bir pişik değildi, o, öz içində yaşayan, hər kədərin, hər itkinin, hər sevincin arxasında doğan hikməti, ümid dolu səsi eşidən, dərin və mənalı bir varlığa çevrildi. O an qərara gəldi ki, səyahətini davam etdirəcək və öz hissəsini tapmaqla yanaşı, tapdığı bu hikməti və ümid dolu mesajları başqalarına da çatdıracaq. Mırıldıq meşədən çıxıb kəndə qayıtdı. Ancaq bu dəfə o, əvvəllərki kimi sadəcə kəndin küçələrində qaçan adi bir pişik değildi. Onun gözlərində yeni bir parıltı, ruhunda isə dərin bir hikmət və ümid vardı. Kənd sakinləri onun üzərindəki bu dəyişiklikləri dərhal gördülər. Uşaqlar Mırıldığın yanına gəlir, onun yumşaq mırıldayışını dinləyir, sanki ondan öz həyatlarına dair dərin mesajlar alırdılar. Bir axşam kəndin meydanında böyük bir toplanış təşkil edildi. Kəndin yaşlıları, gəncləri və uşaqları Mırıldığın səyahətindən, meşədə tapdığı sirlərdən və öz hiss səsinin eşidilməsindən bəhs edən hekayələrini dinləmək üçün bir araya gəldilər. O, sakit və səmimi bir tonda yaşadığı macəraları, meşənin kədərli və sevinc dolu notlarını, hər kədərin arxasında gizlənən ümid və hikməti danışdı.
Mırıldığın mırıldayışı və incə baxışları hər kəsin qəlbində dərin izlər buraxdı. Onun dediklərinə görə, bizim hər kəsin içində eşidilən o səs həyatın əsl sirridir. Hər itki, hər kədərin arxasından bizi daha da gücləndirəcək, gələcəyə ümid bəxş edəcək yeni bir başlanğıc var. Biz yalnız öz iç səsimizi eşidəndə həyatın hər anının dəyərini biləcək, sevginin və ümidin əbədi melodiyasını yaşayacağıq. Kənd sakinləri mırıldığın bu sözlərini dinləyərək hər kəs öz iç səsinə qulaq asmağa başladı. Artıq onlar yalnız gündəlik işlərlə məşğul olmaqdan çox, həyatın hər anını dərin və mənalı yaşamağa, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham alaraq öz qəlblərindəki səsi tapmağa can atırdılar. Zaman keçdikcə mırıldığın səyahəti və onun öyrətdiyi dəyərlər kənddə və ətraf bölgələrdə böyük təsir bağladı. İnsanlar artıq yalnız adi həyatlarına davam etmirdi. Onlar hər itkidən, hər kədərdən sonra yeni bir ümid tapır, hər sevincin sonunda öz iç səsinin nəğməsini eşidirdilər. Kənddəki məktəblərdə, evlərdə və ictimai toplantılarda mırıldığın hekayəsi hər kəsə həyatın dərin mənasını anlamağa və öz içində gizlənmiş səsi tapmağa dair bir yol xəritəsi oldu. Bir neçə il sonra kəndin ən gənc müəllimi olan Leyla mırıldığın öyrətdiyi bu dəyərləri bir kitab halına gətirməyə qərar verdi. Pişiyin səfəri, unudulmuş küləklərin arzusu adlı bu əsərdə o mırıldığın meşədə, sığınacaqda və kənddə yaşadığı hər anın tapdığı hikməti və eşitdiyi dərin səsi təsvir etdi. Kitabın səhifələrində mırıldığın mırıldayışları, meşənin qoxusu, küləklərin pıçıltısı və hər kədərin arxasında gizlənən ümid dolu notlar əks olunurdu. Kitab nəşr olunanda kənd sakinləri və ətraf bölgələrdəki insanlar bu əsərdə öz həyatlarından bir parça tapdılar və hər kədərin arxasında yeni bir başlanğıcın olduğunu anladılar. Beləliklə, Pişiyin səfəri, unudulmuş küləklərin arzusu adlı hekayə yalnız mırıldığın fərdi səyahətini deyil, həm də hər kəsin öz içindəki səsi eşitmə, həyatın hər anını dərin və mənalı yaşama və hər kədərin arxasında gizlənən ümid dolu mesajları tapma haqqını ifadə edir. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbindəki səsi dinləyərək həyatın əsl mənasını kəşf edəcək və yeni ümidlərlə dolu addımlar atacaq. Bu macəra dolu yolculuq bizə göstərir ki, həyatın ən böyük sirri qəlbimizin səsində gizlidir. Biz yalnız ona qulaq asdıqca keçmişin hikmətindən, hər kədərin və hər itkinin arxasında gizlənən dərsdən ilham alır və gələcək üçün ümid dolu, sevgi və inamla parlayan yeni nağıllar yaradırıq. İndi ulduzların parlaqlığı altında hər kəs öz iç səsini eşitsin, çünki hər kədərin, hər itkinin arxasında doğan yeni bir ümid, hər sevincin sonunda yenidən doğan bir başlanğıc var. Mırıldığın səyahəti bizə öyrədir ki, həyatın əsl mənası sadəcə yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz, hər kəs, qəlbimizin səsini dinləyərək həyatın bütün çətinliklərini aşır və əbədi bir melodiyaya çevrilirik. Beləliklə, Pişiyin səfəri, unudulmuş küləklərin arzusu adlı bu hekayə hər kəsin öz içində axtardığı, tapdığı və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbindəki səsi eşidərək həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarının əbədi macəramızı yazır. Bu bizim əbədi macəramızdır. Pişiyin səyahəti, unudulmuş küləklərin arzusu və hər kədərin, hər itkinin arxasında doğan yeni ümidin sədasıdır. Həyatın ən böyük sirri qəlbimizin səsində gizlidir. Biz yalnız ona qulaq asdıqca keçmişin hikmətini, sevginin və inamın əbədi işığını tapır və gələcəyimizi daha parlaq, daha mənalı edirik.